Hər kəsə salam. Bugün sizlərlə az ərzaqla, çox vaxtınızı almadan, həm də asan, cəmi 5 dəqiqəyə hazır olan çox möhtəşəm kəsmikli kremin hazırlanmasını paylaşıram. Bu kremdən həm tortların ara qatlarına çəkmək, həm üzərini sıvamaq, həm də dekor etmək üçün rahatlıqla istifadə edə bilərsiniz. Keçək hazırlanmasına. 50 qram ağ şokoladın üzərinə yarım stəkan, yəni 100 ml qaymaq əlavə edib mikrodalğada şokoladı əridirəm. İstəsəniz isti su buxarında və ya sobada 100-110 dərəcədə də əridə bilərsiniz. Çalışın şokolad əriyən kimi götürün ki, qaymaq çox istilənməsin. Sonra bu cür şirin kəsmikdən 200 qram qaba əlavə edirəm. Mən əriklə olan kəsmikdən istifadə etdim. Sadə şirin kəsmikdən də istifadə etmək olur. Sonra mikserlə kəsmik biraz yumuşalana qədər qarışdırıram. Sonra üzərinə 30 qram şəkər pudrasını hissə-hissə əlavə edərək tam həll olana qədər qarışdırıram. Daha sonra üzərinə 2 stəkan ölçüm 200 ml-dir, qaymağı hissə-hissə əlavə edib yenidən qatılaşana qədər qarışdırıram. Qaymaq 27 və ya 33% olmalıdır və tort ləvazimatları satılan dükanlardan almağınız məsləhətdir. Artıq gördüyünüz kimi şokolad da tam əriyib və onu da hissə-hissə kremə əlavə edib mikserlə qarışdırıram. Ən sonda isə üzərinə bir paket vanil əlavə edirəm. Artıq kremim hazırdır. Onu deyim ki, çox ləzzətli və yüngül bir kremdir. Görünüşü də gördüyünüz kimi bu cür hamardır. Həm də onu nəzərinizə çatdırım ki, krem tez qatlaşır, uzun müddətli mikserlə qarışdırmağa ehtiyac olmur. Bu cür videoların davamı üçün kanalıma abunə olub, bəyənib paylaşmağı və rəy yazmağı unutmayın. Sağ olun.